MT Thunder SV4 modelinin tamamilə artıq test drive'dan çıxartdıq. Həm sürət baxımından, aerodinamika baxımından hər tərəfli yoxladıq və yoxlanışlarımızın son nəticəsini sizdən bölüşürəm ki, bu kaskı kimlər alsın, kimlər almasın. Sport tuning gedir, tam sport deyil, açıq yerdə var, yaxşı bir modeldir. Səs izolyasiyası yüksək markalar kimi olmasa da bir adventure sürən, naked sürən bir adam üçün hardasa okeydir. Buradakı boşluğunu aerodinamik səviyyədə doldurublar. 1.7 kilo həbsi olmağına baxmayaraq çox rahat, başda qalanda, küləkdə sizi qətiyyən arxaya atmır. O tərəfdən çox yaxşıdır, aerodinamik səviyyəsi çox əladır. Eyni zamanda rəngli vizor taxın. Yəni mən əvvəllər rəngli vizora çox qarşı dururdum. Çünki rəngli vizorlar artıq necə deyərlər, qaranlıqda görməyimizi çox pisləşdirir. Amma bunun vizoru elə bir şeydir ki, bu iridium detaldır. Elə bir vizordur ki, axşam vaxtı belə gündüz kimi göstərir. Yəni bunu özüm eləyəndən sonra, praktika eləyəndən sonra sizdən bölüşürəm ki, sonra deməyim ki, Felix səhv dedin. Havalandırma yerləri çox yaxşıdır. Başımızın hər tərəfinə havanı bölə bilir. Əsasən də bunu açandan sonra bu hissədən saçınızı havalandırır. Yayda, payızda rahat bir şəkildə bunu istifadə edə biləcəksiniz. Və bir şey daha xatırladıram, deyim sizə, bu kask 2XL-dir və mən bunu artıq bura geri qaytarıram. İkinci əl oldu, 3 gün istifadə elədim. Ona görə siz bu modeli buradan gəlib artıq 460 manat verərək almırsınız. 330 manat verərək bu modeli üstündəki bu vizor və bir dənə sadə vizordan götürə bilərsiniz. Çünki 3 gün mən test elədim. Yəni bunu özüm almışdım. Bunu artıq siz də götürə bilərsiniz. Bundan sonra bunu istifadə edə bilərsiniz. Növbəti kaskamız isə Axis olacaq və Axis'in test drive'ına keçəcəyik. Hamınızı öpürəm.